Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc oyunları təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Kiberpolisin həyata keçirdiyi tədbirlərlə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş BitXpert platforması vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etməkdə təqsirli bilinən Camal Əhmədov, onun rəhbərliyi altında fəaliyyət göstərən Hacı Əkbər Abbaszadə, Seyfəddin İsmailov, Nəbi Abdullayev və Emil Abbaslı saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, Camal Əhmədov Bakı şəhərinin Xətai rayonu ərazisində mənzil icarəyə götürərək BitXpert saytı üzərindən Baku Cash profili ilə qanunsuz onlayn mərc oyunları təşkil edib. Bu qanunsuz fəaliyyətə isə müştərilər əsasən Telegram tətbiqi vasitəsilə cəlb olunub. Qeyd edilən ünvana baxış zamanı qumar oyunlarının təşkili və idarə olunmasında istifadə edilən çoxsaylı mobil telefonlar, bank kartları və digər elektron sübutlar aşkar edilərək götürülür. İlkin araşdırmalarla dəstə üzvlərinin qanunsuz dövriyyəsinin 1 milyon manatdan artıq olduğu müəyyən edilib. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Camal Əhmədov, Seyfəddin İsmailov, Nəbi Abdullayev və Emil Abbaslı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. BitXpert qanunsuz mərc oyunlarını təşkil etmişəm. Belə ki, Telegramda Baku səhifəsi yaradaraq müştəriləri həmin səhifəyə cəlb etmişəm və həmin müştərilər məndən kart istəyərək onlara kart təqdim etmişəm. Onlar da ödənişləri ID yazaraq, ödənişləri kartıma ataraq həmin müştərilərin aidlərinə balans vurmuşam.